Deməli, Quran oxumaq ölüyə bir neçə növdür. Birinci növ gəlib məsələn qəbirstanlığa, durmaq qəbrin üstündə və oxumaq. Bu düzgün deyil. Nəyə görə? Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm belə etməyib, sahabelər belə etməyib və əslində Quran oxuyan özü faydalanır Quran oxumaqdan. İkinci növ, hansı ki o da icazəli deyil, ən çox da o da yayılıb, pulla oxumaq. Yəni götürürsən desən mənə pul ver, məsələn mənə 100 manat ver, onda mən oxuyub savabını verəcəm ona. O da düzgün deyil. O da səhvdir. Çünki ibadəti sən pulla eləyirsən. Ona görə bu bidətdir və səhvdir. İcmadır, yəni yetkin rəydir alimlərin ki, bu haramdır, qadağandır. Heç kim imamlardan bunu etməyib. Üçüncü növ, sən oxuyursan Quran özü üçün, sonra onun savabını hədiyyə edirsən öz yaxın adamına, dünyadan gedən adamına. Bu barədə ixtilaf var alimlərin arasında. Ona savab çatır, ya çatmır. Nəyə görə ixtilaf var, qardaşlarım? Biz Quran və sünnəyə baxanda görürük ki, bəzi əməllər gəlib ki, Peyğəmbər sallallahu əleyhi və səlləmdən, onlar ölüyə xeyir gətirir. Məsələn, Peyğəmbər sallallahu əleyhi və səlləm deyib ki, "İzə mətə ibnu Ədəm", Adəm övladı öləndə, "İnqata əməlu illə min thələs". Onun yəni əməlləri dayanır. 3 əməldən başqa. Nədir o 3 əməl? Birinci sadaqatul cari, yəni axar sədaqə. Yəni o sədaqə ki, o kömək, o xeyirxah iş ki, sən eləmisən və sən öləndən sonra da insanlar ondan faydalanır. Məsələn, yol çəkmisən, yemək tikmisən, sən öləndən sonra da insanlar ondan faydalanır. Nə qədər faydalanır, o qədər sənə savab yazılır. İkinci, deyir Peyğəmbər sallallahu əleyhi və səlləm, "İlmun yuntəfə biha", yəni faydalı elm qoymusan. Sən öləndən sonra cəmaət ondan faydalanır, sənə savab yazılır. Sonra deyir ki, "Valadun salih yad'u lehu", salih övlad hansı ki onun üçün dua edir. Və biz buradan görürük ki, dua ona fayda verir. Xüsusən salih övlad və həmçinin salih övlad olmaq. Yəni salih olmaq. Onda çox qardaşlar soruşurlar, məsələn, atam, anam dünyadan dəyişib. Necə ona fayda verə bilərəm? Ən yaxşı ona fayda vermək üçün özün düzəl, özün salih ol. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə buyurur ki, "Valadun salih", yəni salih övlad hansı ki öz valideyni üçün dua edir. Və bu da ən əzəmətli əməllərdən biridir, valideyni üçün dua etmək. Həmçinin gəlib hədislərdə məsələn həcc və ya ümrə ölü üçün eləmək olar. Bu barədə dəlillər var. Sədaqədir, həcc, ümrədir, duadır. Digər əməllər isə başqa ibadətlər var, hansı ki ona dəlil yoxdur. Məsələn, Qurani-Kərim oxumaq. Ona görə alimlər ixtilaf ediblər. Burada biz qiyas edə bilərikmi ya yox? Yəni deyə bilərik ki, əgər dua, sədaqə, ümrə fayda versə, Quran da fayda verəcək ya yox? Bu məsələ ixtilaflıdır. Bəzi alimlər deyiblər ki, olar, qiyas edərik. Digər alimlər deyiblər ki, yox. Bu məsələdə qiyas etmək olmaz. Çünki bu qeybi məsələdir. Biz bunu özümüz təcrübədən keçirə bilmirik, özümüz də görə bilmirik. Ölü insana nə fayda verir? Xüsusən bəzi əməllər var ki, alimlər yetkin rəydədirlər ki, fayda verməyəcək. Məsələn, namaz qılmaq. Durum onun üçün namaz qılmaq. O düzgün deyil. Ona görə yəni insan bundan çəkinsə, onun üçün dua eləsə, sədaqə versə daha xeyirlidir. Lakin kimsə bunu eləsə, bu niyyətlə pulsuz və s. İnşallah bu rəy də var. Sonra da məsələn Allah Subhanahu taala desin ki, mən ya Rəbbim bu ibadəti elədim. Məsələn bu ibadətə görə mənim valideyn üçün məsələn rəhm elə buna görə və s. Belə inşallah olsa, hətta o hədisə də daxil olacaq ki, salih övlad öz valideyn üçün dua edir.